Salam, hər vaxtınız xeyir. 18 nömrəli sınağa baxırıq bu gün. Deməli, 5 nömrəli sualda belə deyir ki, növbəti şənbə günü mən qatarla sənin şəhərinə gələcəyəm. Mənim qatarım saat 3-də çıxır. Zəhmət olmasa dayanacaqda məni qarşılayarsanmı? Səni görməyi səbirsizliklə gözləyirəm. Sevgilərlə Sofi. Sofi deməli bunu öz nənəsinə və babasına yazıbdı. Deməli A bəndində deyir ki, Sofi imtina edir növbəti həftə səyahət etməkdən. A bəndi səhvdir. B-də deyir ki, Sofi nənə babasından xahiş edir ki, evdə ona baş çəksinlər. Amma xeyr, yəni Sofi bunu xahiş etmir. Sofi ora gedəcək, xahiş edir ki, nənə babası onu qarşılasın. Sonra C bəndində deyir ki, Sofi nənə babasını görməyəcək. D-də isə deyir ki, Sofinin nənə babası qatarla ona səyahət edəcək. Bu da yanlışdır. Y-də isə deyir ki, Sofi nənə babasına növbəti şənbə günü baş çəkəcək. Y bəndi ilə doğrudur. 6-cı sualda deyir ki, təşəkkür edirəm sənə məni dəvət etdiyin üçün sənin şənliyinə. Mən həqiqətən də zövq aldım axşam və sənin dostlarınla görüşməkdən. Olivia deməli bunu yazıbdı Saraya. A bəndində deyir ki, Olivia Saranı dəvət edir öz partisinə. A bəndi yanlışdır. B bəndi deyir ki, Sara Olivia'nın partisinə getmədi. Bu da yanlışdır. C bəndində deyir ki, Olivia minnətdarlığını bildirirdi. Sara'nın minnətdar idi Saranın dəvətinə görə. Bəli ilə C bəndidir. Çünki elə burada əvvəldə də deyir ki, dəvət etdiyinə görə təşəkkürünü bildirir. Sonra 7-ci sualda zəhmət olmasa mənə İngilis dili imtahanının dəqiq vaxtını deyə bilərsənmi? Mən istəyirəm hazırlaşım, yaxşı hazırlaşım və onu qaçırmayım. Nino bunu yazır öz müəlliminə. A bəndində deyir ki, Nino imtina edir İngilis dili imtahanına iştirak etməkdən. Yanlışdır. B-də deyir ki, Nino təbrik edir müəllimini imtahandan keçdiyinə görə. Bu da yanlışdır. C-də deyir ki, Nino məlumat verir müəlliminə ki, o imtahandan kəsilibdir. Bu da yanlışdır. D-də deyir ki, Nino müəllimindən xahiş edir ki, imtahanın dəqiq gününü desin. Bəli ilə ən birinci cümlədə bu haqda deyirdi. Cavab elə olur. D bəndi. Sonra gəldik mətnimizə. Mətnin birinci tərcüməsinə baxaq. Deməli, İslandiya kiçik bir ölkədir. Şimali Avropada yerləşir. Qrinlandla Norveç arasında. Ölkənin paytaxt şəhəri Reykjavikdir, hansı ki ölkənin ən böyük şəhəridir. İslandiya məşhurdur öz vulkanlarına, buzlaqlarına və geyzerlərinə görə. Həmçinin adlanır, odlar və od və buzların yurdu adlanır. Bu təbii bircə dəqiqə. Bu təbii deməli kontrast ziddiyyətə görə turistlər, bütün dünyadan olan turistlər şimal işıqlarını görməyə gəlirlər, hansı ki qışda qışda qaranlıq səmada görünürlər. Hökumət qoruyur geniş şəkildə təbii əraziləri, milli parklar yaradaraq hardakı heyvanlar və bitkilər təhlükəsiz bir şəkildə qalırlar. İslandiyanın əhalisi güclü mədəniyyətə malikdirlər və onlar öz qədim saqaları ilə, hansı ki deyir qəhrəmanlar haqqında, döyüşçülər haqqında, allahlar haqqında olan o geniş hekayələrdir və 700 il bundan əvvəl yazılıbdır. Bu saqalar hələ də bugün oxunur və İslandiya ədəbiyyatının ən belə deyə vacib hissələrindən biridir, vacib hissəsidir. Ənənəvi musiqi də həmçinin məşhurdur, çünki müasir İslandiya musiqiçiləri həmçinin də dünyada məşhurdurlar. İslandiya dünyadakı ən təmiz ölkələrdən biridir. Onun enerjisinin əksəriyyəti geotermal mənbələrdən və şəlalələrdən gəlir. Bu da ətraf mühitə zərərsiz eləyir onu.
və İslandiyanın insanları öz torpaqlarını və öz ənənələrini qoruyub saxlamaqda, yəni dərindən qoruyub saxlayırlar. İndi baxaq variantlarımıza, suallarımıza. 8-ci sualda deməli mətnin nə haqqında olduğunu soruşur burada. A bəndinə baxaq. Avropadakı ekoloji cəhətdən deməli təmiz olan Avropadakı ölkə cavab elə olur A bəndi. B-də deyir ki, İslandiyanın milli parkları. Sonra C-də deyir ki, Norveçin qədim ənənəsi. D-də deyir ki, İslandiya ədəbiyyatının tarixi. E bəndində isə deyir ki, şimal işıqlarının görünməsi. Yəni bu haqda sadəcə bir cümlələrdə keçirdi. Yəni ümumi amma bildik ki, İslandiya haqqındadır mətnimiz. Ona görə cavab olur A bəndi. 9-da bizdən true, yəni doğru variantı soruşur. A bəndində deyir ki, xalq musiqiləri İslandiyada elə də məşhur deyil, amma burada bildirirdi ki, traditional music, yəni bu xalq mahnıları da həmçinin məşhurdur. A bəndi ona görə yanlışdır. B-də deyir ki, paytaxt İslandiyanın paytaxtı ölkənin ən geniş şəhəridir. Bəli, burada verib o haqda ki, paytaxtdır, hansı ki, ölkənin ən geniş şəhəridir. Cavab olur B bəndi. Sonra 10-cu sualda, 10-cu suala bütöv baxaq. 10-cu sualda A bəndində deyir ki, deməli cümlənin daha doğrusu sonunu tamamlamadı. İslandiya bəzən odlar və buzların yurdu adlanır. Bu cümlədə keçirdi. Səbəb isə odur ki, buradakı ziddiyyət var idi, təbii ziddiyyət. Onda cavabımız olacaq. Deməli, A bəndində ki, tamamilə buzla örtülübdür. Bu yanlışdır. B-də deyir ki, insanlar alovdan qorxurlar. Bu da yanlışdır. C-də deyir ki, alov festival. Burada festival haqqında söhbət getmirdi. D bəndində deyirsə, həm vulkanları, həm də ki, buzlaqları var. Deyir, cavab olur D bəndi. 11-ci sualda deyir ki, İslandiyanın saqalarında hansı növ mətnlər olubdur? Burada deməli deyir ki, qəhrəmanlar haqqında, döyüşçülər haqqında, allahlar haqqında olandır. Ona görə 11-də cavabımız olacaq A bəndi ki, qədim deməli əsrlər əvvəl yazılmış o qədim hekayələrdir. Burada bildirir ki, 700 il əvvəldir. Amma B bəndində cavabımız deyir ki, bir dəqiqə bunu pozum. Məktəbdəki o qaydalar haqqındadır. B yanlışdır. C-də deyir ki, ötən 10 illikdə yazılmışdı, amma 700 il deyir burada. D bəndində deyir ki, alimlər vulkanlar haqqında olan o reportları, yəni məlumatlardır. Y bəndində isə deyir ki, turistlər üçün bələdçi kitabı idi. Yanlışdır. Elə cavabımız olur A bəndi ki, əsrlər əvvəl yazılmış hekayələrdir. 12-də bizdən false, yanlış variant istəyir. Deyir ki, ada deyirəm, İslandiya odlar və alovun yurduydu. Bir, ona görə doğrudur. Bizdən isə yanlış variant istəyir. 2-də deyir ki, ölkənin paytaxtıdır Reykjavik. Bu da doğrudur. 1-dən 2-ni çıxırıq. 3-də deyir ki, neft enerji mənbəyidir. Neft haqqında ümumiyyətlə orada danışmırdı. Sonra 4-də isə deyir ki, saqalar unudulubdur. Amma burada deyir ki, insanlar hətta onunla fəxr edirlər. Saqalar hələ də bugün oxunmaqdadır. Ona görə cavabımız olacaq 3-dən 4. Sonra gəldik qaydalarımıza. Deməli, mani burada sayılmayan isimdir. Sayılmayan isimdirsə, this those vermək olmaz. Yours axırı S-dən olan forma özündən sonra isim istəmir. Gəldi ikinci tərəfə. İkinci tərəfdə isə həmin yenə manidən, yəni puldan söhbət getdiyi üçün biz onu ancaq itlə əvəz edə bilərik. Cavabımız olur B bəndi. Sonra mostun qaydası belə idi ki, mostdan sonra isim gələndə heç nə vermirdik, amma mostdan sonra sifət gəlsəydi Z verəcəkdik. Yəni buradakı kimi mostdan sonra popular, məşhur sözü sifət gəlib deyə burada olacaq Z. Ona görə cavabımız olur D bəndi. 15-də zaman uzlaşması qaydası ilə eləyirik. Arrive indiki zaman met keçmiş olmaz. Arrive indiki will gələcək ola bilər. Arrive keçmiş will gələcək olmaz. Və bağlayıcının yanında da ümumiyyətlə will verə bilmirdik deyə cavabımız olur elə B bəndi. 16-cı sualda bizdən məhsul növü istəyir. Eyni sözlə başlayanı götürə bilmirik biz. Prepared keçmiş zamandadır deyə variantda was və axtarırıq. Y bəndində wasdan sonra been olmaz deyə cavabımız qalır A bəndi. Sonra 17-ci sualda
Modal qaydasıdır. Able-ın to'su yoxdur, olmaz. Hədin sualı özü ilə verilmir, did gəlməlidir cümləyə. Burada da özündən sonra to'su yoxdur deyə yanlışdır. Cavab olur 1 və 5. Sonra 18-də deməli, böyümüş bir şəxs, adam bu olur adult, yəni yetkin. 2-yə olacaq A. Səni əyləndirən bir şey, əyləncə 3-ə olacaq B. Sharkdakı, yəni olur iti dişləri olan bir balıq və hansı ki dənizdə yaşayır. O da köpək balığı da olur C. Cavabımız olur D bəndi. Sonra 19-da bu hissə sayılır bizim mübtədamız. Mübtədada söz önü var deyə söz önüyə qədər baxırıq. List təkdədir deyə xəbəri götürürük təkdə, yəni axırında S-lə olanlar. Sonra 20-ci sualda bizdən sinonim cütlüyünü istəyir. Sinonim cütlüyümüzdə olacaq D bəndi. Incorrect, yanlış, wrong. İkisi də yanlış deməkdir. Sonra 21-ci sualda difficult, çətin deməkdir. Bunun oppositi, yəni əks mənalısını, deməli əks mənalısı da bunun olacaq sadə söz. Yəni bu çətindir, asan, sadə mənasında olur A bəndi. Sonra 22-də bu ikisi bir-birinə sinonimdir deyə ikisini də götürə bilmərik. Yerdə qalan variantlara baxaq. Deyir ki, onlar tətilə getmədilər, onların pulu yox idi, çünki pulları yox idi. Sonra yalnızca bir dənə olan demək istəyir. Növündən, yəni yalnızca bir dənədir. O da unique olur, təkrarsız sözü, misilsiz, təkrarsız. Sonra 24-də causes feildir. Bir who'dan sonra, bir də what'dan sonra feil gələ bilirdi. Cavab ona görə olur B bəndi. Sonra 25-ci qaydaya diqqət eləyək. 25-ci qaydada deməli belədir. Baydan sonra nəqliyyat vasitəsi gəlirsə, nəqliyyat vasitəsi, bir də üzr istəyirəm, yanlış yazdım. Baydan sonra nəqliyyat vasitəsi gəlirsə, heç bir burada artikel vermirik biz. Amma ki, bizim tutaq ki, nəqliyyat vasitəmizin qabağında artikel varsa, məsələn, artikeli gəlib, sonra nəqliyyat vasitəsi gəlibsə, biz onda burada by verə bilmirik. Onun yerinə in ya da ki, on verməliyik. Bir sözlə deyək, baydan sonra nəqliyyat vasitəsi sadəcə özü işlənir. Yox, əgər qarşısında hər hansısa bir təyin edici varsa, o zaman in, yəni maşınla, taksidə in, yerdə qalan bütün nəqliyyat vasitələrində onu işlədirik. İndi burada baxaq. Baydan sonra dedik təkcə nəqliyyat vasitəsi gəlməlidir. Bir düzdür, amma iki yanlışdır ki, burada artikel var. İnlə onda nə dedik? Dedik nəqliyyat vasitəsi tək işlənə bilməz. Gələk qarşısında hər hansısa bir təyin edici gəlsin. Ona görə cavabımız olur 1 və 4.